Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdinin qaçırıldığı iddiası ilə bağlı yayılan xəbərlərə cavab olaraq bildirir ki, məktəbin şagirdi martın 12-sində ilk 3 dərsdə iştirak edib, 4-cü dərsdə məktəbi tərk edib, sonraki dərslərdə iştirak etməyib. RTV xəbər verir ki, bu barədə Gəncə Daşkəsən Regional Təhsil İdarəsinə məlumat verilib. Bildirilib ki, aidiyyatı qurumlarla birlikdə şagirdin valideyni ilə əlaqə saxlanılıb. Aparılan araşdırmalar nəticəsində 2010-cu il təvəllüdlü qızı qaçıran şəxs 1996-cı il təvəllüdlü Orxan Hüseynzadə olub. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımovla əlaqə saxladıq. Müraciətlə bağlı Goranboy rayon polis şöbəsində müvafiq araşdırmalara başlanılıb. Şəxsin yerinin müəyyən olunması istiqamətində tədbirlər həyata keçirilir. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.